bürcü 1 fevral 2026-cı il. Ətrafdakıları təəccübləndirəcək qeyri-adi addımlar və qərarlar günü olacaq. Əsas məsələ ölçünü qorumaqdır. Cəsarətli ideyalara həddindən artıq aludəçilik sizi qaydaları dağıdan və narahatlıq yaradan biri kimi tanıda bilər. Düşünün, sizə belə bir şöhrət lazımdırmı? Gün boyu enerjiniz bol olacaq. Ona görə də tez yorulmaqdan çəkinməyə dəyməz. Ancaq bəzi qoçlar fiziki imkanlarını olduğundan artıq qiymətləndirə bilərlər. Bu isə xırdazədələrə səbəb ola bilər. Boğa bürcü 1 fevral 2026-cı il. Günün emosional fonu kifayət qədər gərgin olacaq. Bir çox şey əsəblərə təsir edəcək. Ətrafdakıların sözləri və davranışları qıcıq yarada bilər. Maraqlı və ilham verici bir işlə məşğul olduqda, köhnə bir hobbinizi xatırladıqda və ya yeni işdə ilk uğurları əldə etdikdə vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Yaxınlarınıza qarşı səbirli olmağa çalışın. Məhz sizin mehribanlığınız və barışdırıcı mövqeyiniz sayəsində kəskin mübahisələrdən və xırda incikliklərdən qaçmaq mümkün olacaq. Əkizlər bürcü 1 fevral 2026-cı il. Əgər bu günü faydalı və vacib işlərə həsr etməyi planlaşdırırsınızsa, xırdalıqlara diqqət ayırmağa hazır olun. Hər şeyin tərsinə getdiyi hissi yaransa belə soyuqqanlığınızı itirməyin. Şərait tezliklə dəyişəcək və ulduzların dəstəyini hiss edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür, lakin onlar özünü doğruldacaq və xərclənən pullara görə peşmançılıq olmayacaq. Xərçəng bürcü 1 fevral 2026-cı il. Sizi olduqca gərgin hadisələrlə zəngin bir gün gözləyir. Maraqlı təkliflər və müxtəlif tədbirlərə dəvətlər istisna deyil. Bəzi xərçənglər macəraların çatışmadığını anlayacaq və tamamilə yeni bir işə başlamağı düşünəcəklər. Gün ailə işləri və qohumlarla görüşlər üçün əlverişlidir. Yaxın vaxtlara qədər münaqişələrin olduğu münasibətlərdə harmoniya bərpa olunacaq. Şir bürcü 1 fevral 2026-cı il. Bürcün yalnız az sayda nümayəndəsi günü sakit keçirə biləcək. Ancaq şirlər bundan şikayət etməyəcəklər. Çünki özlərini ən yaxşı tərəfdən göstərəcək, güclü rəqiblər üzərində üstünlük qazanmaq və maraqlı insanlarla tanış olmaq imkanı yaranacaq. Ulduzlar gün boyu sizin tərəfinizdə olacaq. Baxmayaraq ki, bəzi çətinliklər də mümkündür. Nə isə plan üzrə getməsə belə ruhdan düşməyin. Uğur qazanmaq şansınız yenə də olacaq. Qız bürcü 1 fevral 2026-cı il. Sadə və xoş hadisələrlə məşğul olun. Özünüzü yormamağa çalışın. Bugün ciddi söhbətlər aparmaq üçün uyğun deyil. Sizi yarım sözdən anlayan biri ilə səmimi ünsiyyət daha yaxşı nəticə verər. Gün istirahət üçün idealdır. Adətən fəal olan qızlar elə bugün rahatlaşmaqdan zövq alacaqlar. Təmiz havada vaxt keçirmək olar. Sadəcə mövsümə uyğun geyinməyə diqqət edin. Tərəzi bürcü 1 fevral 2026-cı il. Bugün sizi sevindirəcək. Tələsməyə ehtiyac yoxdur. Rahat tempdə hərəkət etsəniz, heç nə itirməyəcəksiniz. İşlər çox olsa belə, yorğunluqdan qorxmaq lazım deyil. Yaxşı formadasınız və yüklənmə sizə güc verəcək. Bununla yanaşı ünsiyyətə seçici olun. Şübhəli insanlarla iş görmək və ya sirləri az tanıdığınız şəxslərlə bölüşmək üçün uyğun gün deyil. Əqrəb bürcü 1 fevral 2026-cı il. Gün kifayət qədər narahat keçəcək. Qarışıq xəbərlər gələ bilər. Hansı mövqeyini tutmağın daha doğru olduğu dərhal aydın olmayacaq. Köhnə problemlər yenidən özünü xatırlada bilər və onların həlli üçün yaradıcılıq tələb olunacaq. Xüsusilə çətin məsələlərə yaradıcı yanaşsanız uğur qazanacaqsınız. Sakit qalmaq və vəziyyətə fərqli prizmadan baxmaq faydalı olacaq. Ox atan bürcü 1 fevral 2026-cı il. Asan olmayan bir gün olacaq. Narahatlığa səbəb olan hallar yarana bilər. Üstəlik bir çox ox atanlar adət etdiklərindən daha həssas olacaqlar. Ailə daxilində gərginliklər kəskinləşə bilər. Özünüzü ciddi kökləməyə çalışın. Bu vəziyyəti daha tez nəzarət altına almağa kömək edəcək. Düşünülməmiş addımlar nə qədər az olsa, baş verənlərin səbəblərini anlamaq bir o qədər asan olacaq. Oğlaq bürcü 1 fevral 2026-cı il. Əvvəllər başladığınız işləri başa çatdırmaq imkanı yaranacaq. Başqalarının uğursuz olduğu sahədə nəticə əldə edəcək. Bununla qürur duyacaqsınız. Hərçənd bu asan başa gəlməyə bilər. Ətrafdakılar tez-tez sizdən məsləhət və dəstək istəyəcəklər. Amma sözləriniz hər zaman düzgün başa düşülməyə bilər. Buna görə fikirlərinizi mümkün qədər aydın ifadə edin. Dolça bürcü 1 fevral 2026-cı il. Gün ətrafdakılar üçün gözlənilməz görünəcək parlaq ideyalar gətirəcək. Davranışlarınız çoxlarını təəccübləndirəcək. Buna görə də nə üçün belə hərəkət etdiyinizi izah etməyə hazır olun. Sizi sıxan, dəyərini itirən, irəliləməyə mane olan şeylərdən asanlıqla imtina edəcəksiniz. Axşama doğru bir çox dolçalar cəsarətli planlar qurmağa başlayacaqlar.
Balıqlar bürcü 1 fevral 2026-cı il. Gün bir mənalı olmayacaq. Həssas balıqlar özlərinə inamı itirə və uzun müddət planlaşdırdıqları ideyalardan imtina edə bilərlər. Bu isə səhv olar. Çünki uğur qazanmaq ehtimalı kifayət qədər yüksəkdir. Əgər yaxınlıqda sizi ruhlandıra bilən, dəstək verən insanlar olsa, bu böyük üstünlük olacaq. Vaxtında alınan məsləhət və yardım vəziyyəti xeyrinizə dəyişə bilər.